Oğlaq bürcü 10-16 noyabr 2025 Oğlaq bürcünün proqnozu. Bu həftə içindəki sükutu dinləmək üçün gözəl zamandır. Həyat sanki səni biraz yavaşlamağa, hər şeyin arxasındakı mənanı hiss etməyə çağırır. Bəzən hər şeyi anlamaq istəyi səni gərginləşdirə bilər, amma indi cavablar düşüncələrdən çox hisslərin dərinliyində gizlənib. Öz axışına buraxdığın hər hal səni bir addım sakitliyə yaxınlaşdıracaq. Keçmişdə səni yoran fikirlər tədricən uzaqlaşır, yerini daha yumşaq, təmiz bir baxış bucağı tutur. Həyata və insanlara qarşı münasibətində anlayış və səbir ön plana çıxır. Bəzən yalnız dinləmək, heç nə demədən sadəcə yanında olmaq kifayətdir, həm özün, həm də başqaları üçün. Ətrafındakı insanlar səni bu həftə daha fərqli hiss edə bilərlər. Sakitliyinin arxasında güc, sözsüz ifadəndə səmimiyyət var, duyğularını gizlətmək yerinə onları təbii şəkildə axmasına icazə ver, bu səni yüngülləşdirəcək. Bu günlərdə təbiətlə təmas, musiqi, yazı və ya sadəcə səssiz bir gəzinti sənə dərin bir rahatlıq gətirə bilər. Özünü dünyadan təcrid etmədən, amma onun səs-küyündən biraz uzaq durmaq faydalı olacaq. Bu həftənin mesajı, hər şeyin cavabını indi tapmağa çalışma. Bəzən həyat səni susmağa çağırır ki, içindəki səsi daha aydın eşidəsən. Sakitlikdən qorxma, orada aydınlıq doğulur. Dolça bürcü 10-16 noyabr 2025 Dolça bürcünün proqnozu. Bu həftə sənin üçün fərqli duyğuların və düşüncələrin bir araya gəldiyi bir dövr olacaq. İçində uzun müddətdir səssiz qalan bir hiss sanki oyanır və səni yenidən özünlə bağlayır. Bəzi şeyləri artıq əvvəlki kimi görmədiyini, baxış bucağının dəyişdiyini anlaya bilərsən. Bu dəyişiklik səni qorxutmasın, o səni daha aydın bir yerə aparır. Ətrafında baş verənlərə bir qədər kənardan baxmaq istəyə bilərsən. Bu məsafə səni soyuq göstərməsin, sadəcə bu dəfə hər şeyə daha sakit və aydın gözlə baxırsan. Duyğularını gizlətmək əvəzinə onları səmimi şəkildə ifadə etməyə çalış. Bu, həm səni, həm də yaxınlarında olanları yüngülləşdirəcək. Bəzən səssizlikdə belə bir anlayış tapırsan ki, o, uzun söhbətlərdən daha çox şey deyir. Bu həftə məhz belə anlar səni rahatladacaq. Düşünmək, xatırlamaq, amma eyni zamanda buraxmaq üçün doğru vaxtdır. Sənə yaxşı təsir edən şeylərə yönəl, təbiətdə olmaq, musiqiyə qulaq asmaq, biraz tək qalmaq və fikirlərini yazmaq. Həyatın səndən istədiyi tək şey axışa inanmaq və öz ritmini pozmadan davam etməkdir. Bu həftənin mesajı, bəzən dəyişikliklər səssiz gəlir, amma dərin iz buraxır. Həyatın axışına etibar et və hər anın içindəki sakit gücü hiss et. Balıq bürcü 10-16 noyabr 2025 Balıq bürcünün proqnozu. Bu həftə sanki hər şey biraz daha yumşaq, biraz daha dərin görünəcək. Duyğuların səni həm kövrəldə, həm də ilhamlandıra bilər. Həyatın incə tərəflərini daha aydın hiss edirsən və bu həm səni sakitləşdirir, həm də içində yeni bir anlayış oyadır. Ətrafındakı hadisələrə qarşı həssaslığın artacaq, amma bu dəfə bu həssaslıq səni yormayacaq, əksinə səni daha anlayışlı və yaxınlaşdırıcı edəcək. İnsanlarla münasibətlərdə səmimi və təbii davranmaq sənə dərin bir rahatlıq gətirəcək. Bəzən bir sözdən çox, bir baxış və ya bir toxunuş hər şeyi izah edəcək. Bu dövr bir növ daxili təmizlənmə kimidir. Keçmişdə qalan duyğular səthə çıxa bilər, amma onlardan qaçmağa ehtiyac yoxdur. Hər hissin sənə söylədiyi bir mesaj var və onu dinlədikcə özünü daha aydın görəcəksən. Ruhunu sakitləşdirən şeylərə yönəl, dənizin səsi, sakit musiqi ya da sadəcə düşünmədən gəzə biləcəyin bir yer. Həyatın səndən istədiyi tək şey biraz dayanmaq və hər şeyin öz ritmində gözəl olduğunu xatırlamaqdır. Bu həftənin mesajı, hər duyğunu qucaqlamaqdan çəkinmə. Sakitlik bəzən ağrını, bəzən sevinci daşıyır, amma hər ikisi səni özünə biraz daha yaxınlaşdırır. Qoç bürcü 10-16 noyabr 2025 Qoç bürcünün proqnozu. Bu həftə sənin üçün hərəkət və daxili enerjini hiss etmə dövrü olacaq. İçi biraz həyəcanlı və dolu görünə bilər, amma bu enerjini idarə etməyi bacarmaq sənə rahatlıq gətirəcək.
Həyatın sürətinə ayaq uydurmaq istəsən də, bəzən dayanıb nə baş verdiyini müşahidə etmək daha faydalı olacaq. İnsanlarla münasibətlərdə səmimi və açıq olmağın ön planda olacaq. Bəzən kiçik sözlər, diqqət və ya gülüşlər böyük anlam daşıya bilər. Ətrafındakılarla olan ünsiyyətində empatiya və anlayış göstərmək həm özünü, həm də başqalarını yüngülləşdirəcək. Daxili düşüncələrinə və hisslərinə qulaq asmaq sənə yeni bir perspektiv gətirəcək. Sükutda və sakit anlarda bəzən ən doğru cavablar ortaya çıxır. Həftə boyu özünə zaman ayırmaq, sakit bir məkan tapmaq və ya sadəcə nəfəs almaq səni rahatladacaq. Bu həftə həm də kiçik təsadüflərin və gözlənilməz anların ön plana çıxdığı bir dövrdür. Qəfil fikir və ya bir təsadüfi görüş sənə yeni baxış bucağı verə bilər, buna açıq olmaq faydalıdır. Hər şeyin mükəmməl görünməsini gözləmə, bəzən kiçik və sadə anlar ən böyük dəyişiklikləri gətirir. Bu həftənin mesajı, içindəki enerjini qəbul et və ona yön ver. Həyatın axışına qarşı açıq ol, amma hər anın içində dayana biləcək gücü də unutma. Sükutda və sadə anlarda tapdığın izlər sənə həqiqətən lazım olan yolu göstərəcək. Boğa bürcü 10-16 noyabr 2025 Boğa bürcünün proqnozu. Bu həftə sənin üçün sakitlik və daxili düşüncəyə yönəlmə dövrü olacaq. Həyatın ritmi sanki biraz yavaşlayır və sən hər anın içindəki incəlikləri daha aydın hiss edirsən. Bu, həm düşüncələrini, həm də hisslərini dərinləşdirmək üçün əlverişli zamandır. Ətrafındakı insanlarla münasibətlərdə səmimi və diqqətli olmağın ön plana çıxacaq. Kiçik jestlər, sadə sözlər və ya diqqətli baxışlar böyük anlam daşıya bilər. İnsanları dinləmək və onların duyğularını anlamaq səni həm yaxın, həm də anlayışlı göstərəcək. Bu həftə təbiət və sadə, sakit anlarla əlaqə qurmaq sənə xüsusi rahatlıq gətirəcək. Daxili dünyanda yaranan qarışıqlığı anlamaq və buraxmaq üçün vaxt ayırmaq faydalıdır. Həyatın hər detalına dərindən baxmaq sənə sakit bir güc verəcək və perspektivini genişləndirəcək. Bəzən kiçik dəyişikliklər və gözlənilməz anlar həftəni rəngləndirəcək. Onları qəbul etmək və axışa inanmaq daxili rahatlığını qorumağa kömək edəcək. Bu həftənin mesajı, sakitlik içində güc var, hər anı hiss et, öz ritminlə hərəkət et və sadə gözəllikləri görməyi unutma. Əkizlər bürcü 10-16 noyabr 2025 Əkizlər bürcünün proqnozu. Bu həftə sənin üçün düşüncələrin və hisslərin daha çox ön plana çıxacaq. Zihnin biraz sürətli işləyə bilər, amma daxili sükut tapmaq sənə balans gətirəcək. Hər şeyi dərhal anlamağa çalışmaq yerinə baş verənləri sadəcə izləmək və hiss etmək faydalı olacaq. İnsanlarla münasibətlərdə açıq və səmimi olmağın önəmli olacaq. Kiçik sözlər, gülüşlər və ya diqqətli baxışlar çox şeyi izah edə bilər. Ətrafındakılarla paylaşdığın sadə anlar səni həm yaxın, həm də anlayışlı göstərəcək. Bu həftə həm də daxili dünyana yönəlmək və özünü dinləmək üçün əlverişlidir. Sükut və tək qalmaq anları sənə yeni bir perspektiv gətirəcək. Düşüncələrini yazmaq, musiqiyə qulaq asmaq və ya sakit bir məkan tapmaq ruhunu yüngülləşdirəcək. Gözlənilməz, kiçik təsadüflər həftəni maraqlı edə bilər. Onları açıq qəbul etmək və axışa inanmaq sənə rahatlıq verəcək. Bu həftənin mesajı, hər şeyin cavabını dərhal tapmaq məcburiyyətində deyilsən. Sükutda, sadə anlarda və kiçik detalların içində öz yolunu tapacaqsan. Xərçəng bürcü 10-16 noyabr 2025 Xərçəng bürcünün proqnozu. Bu həftə sənin üçün daxili duyğuların və hisslərin ön plana çıxacaq. Həyatın ritmi bir qədər yavaşlayır və sən hər anın içindəki incəlikləri daha dərindən hiss edə bilirsən. Bu dövr özünü daha yaxşı anlamaq və daxili dünyana yönəlmək üçün əlverişlidir. Ətrafındakı insanlarla münasibətlərdə səmimiyyət və anlayış ön planda olacaq. Kiçik sözlər, diqqətli baxışlar və sadə jestlər böyük mənalar daşıya bilər. Özünü ifadə edərkən başqalarının duyğularını da nəzərə almaq səni həm yaxın, həm də balanslı edəcək. Həftə boyu sakit anlara, təbiətə və sənə rahatlıq verən məşğuliyyətlərə yönəlmək ruhunu yüngülləşdirəcək. Düşüncələrini yazmaq, musiqiyə qulaq asmaq və ya yalnız qalmaq sənə daxili sükut gətirəcək.
Gözlənilməz hadisələr və kiçik təsadüflər həftəni rəngləndirə bilər. Onları açıq qəbul etmək və axışa inanmaq sənə rahatlıq verəcək. Bu həftənin mesajı: daxilindəki səsə qulaq as, hər anın içində sakitliyi tap və həyatın axışına etibar et. Hər şey öz zamanında açıqlanacaq. Şir bürcü 10-16 noyabr 2025 Şir bürcünün proqnozu. Bu həftə sənə daha çox daxili dərinlik və özünü müşahidə etmə anları gəlir. Həyat sanki biraz yavaşlayır və sən ətrafındakı incə detalların fərqinə daha çox varırsan. Bu, həm düşüncələrini, həm də hisslərini anlamaq üçün əlverişli zamandır. İnsanlarla münasibətlərində səmimiyyət və diqqət ön planda olacaq. Kiçik sözlər, baxışlar və ya jestlər böyük mənalar daşıya bilər. Ətrafındakilarla ünsiyyətində diqqətli olmaq həm özünü, həm də başqalarını rahatlatmağa kömək edəcək. Həftə boyu təbiət, musiqi və səssiz məkanlarla təmasda olmaq sənə xüsusi rahatlıq gətirəcək. Daxili duyğularını qəbul etmək və onları buraxmaq, sükutda tapacağın aydınlığa açılmaq üçün yaxşı bir fürsətdir. Bu dövr həm də kreativ fikir və fərqli baxış açılarının ortaya çıxması üçün əlverişlidir. Özünü ifadə etməyə açıq ol. Qəfil təsadüflər və kiçik dəyişikliklər həftəni rəngləndirə bilər. Onlara açıq olmaq və axışa inanmaq səni daha yüngül və rahat hiss etdirəcək. Sənə yaxın olan insanlarla keçirdiyin anların sadəliyi və səmimiyyəti bu dövrün ən dəyərli tərəfi olacaq. Bu həftənin mesajı: öz sükutuna və hisslərinə etibar et. Hər anın içindəki sakitliyi hiss et və həyatı olduğu kimi qəbul et. Dəyişikliklər bəzən gözlənilməz yollarla ən yaxşısını gətirir. Qız bürcü 10-16 noyabr 2025 Qız bürcünün proqnozu. Bu həftə sənə daxili düşüncələrini və hisslərini araşdırmaq üçün əlverişli bir dövr təqdim edir. Həyatın ritmi biraz yavaşlayır və sən hər anın içindəki incə detalları daha aydın görə bilirsən. Bu, həm özünü daha yaxşı anlamaq, həm də başqalarına qarşı empatiyanı artırmaq üçün yaxşı fürsətdir. İnsanlarla münasibətlərində diqqət və səmimiyyət ön planda olacaq. Kiçik sözlər, sadə jestlər və ya baxışlar çox şeyi izah edə bilər. Ətrafındakilarla ünsiyyətdə diqqətli olmaq həm sənə, həm də başqalarına rahatlıq gətirəcək. Bu həftə təbiət, sakit musiqi və yalnız qalmaq kimi sadə anlarla məşğul olmaq sənə daxili sakitlik verəcək. Düşüncələrini yazmaq və ya tək qalmaq sənə perspektiv qazandıracaq və ruhunu yüngülləşdirəcək. Gözlənilməz kiçik təsadüflər və dəyişikliklər həftəni rəngləndirə bilər. Onları qəbul etmək və axışa inanmaq sənə yeni bir enerji və rahatlıq gətirəcək. Bu həftənin mesajı: daxilindəki səsə qulaq as, hər anın içindəki sakitliyi hiss et və həyatı olduğu kimi qəbul et. Sadə anlarda tapdığın rahatlıq sənə ən doğru yolu göstərəcək. Tərəzi bürcü 10-16 noyabr 2025 Tərəzi bürcünün proqnozu. Bu həftə sənin üçün daxili tarazlığı qorumaq və diqqətini hisslərinə yönəltmək önəmli olacaq. Həyatın ritmi biraz yavaşlayır və sən ətrafındakı incə nüansları daha yaxşı müşahidə edə bilirsən. Bu dövr özünü anlamaq və daxili harmoniyanı gücləndirmək üçün əlverişlidir. İnsanlarla münasibətlərdə səmimiyyət və diqqət ön plana çıxacaq. Kiçik sözlər, baxışlar və sadə jestlər böyük mənalar daşıya bilər. Ətrafındakilarla ünsiyyətdə empatiya göstərmək həm sənə, həm də başqalarına rahatlıq gətirəcək. Həftə boyu təbiət, musiqi və səssiz məkanlarla təmasda olmaq sənə xüsusi sakitlik verəcək. Düşüncələrini yazmaq və ya yalnız qalmaq daxili dünyanı daha aydın görməyə imkan yaradacaq. Qəfil təsadüflər və kiçik dəyişikliklər həftəni rəngləndirə bilər. Onları açıq qəbul etmək və axışa inanmaq səni daha yüngül və rahat hiss etdirəcək. Bu dövrdə yaxınlarınla keçirdiyin sadə anlar sənə ən böyük dəyəri verəcək. Bu həftənin mesajı: hər anın içindəki sakitliyi hiss et, daxili tarazlığı qorumağa çalış və həyatın axışına etibar et. Sadə anlarda tapdığın rahatlıq sənə ən doğru yolu göstərəcək. Əqrəb bürcü 10-16 noyabr 2025 Əqrəb bürcünün proqnozu.
Bu həftə sənin üçün daxili duyğuların və düşüncələrin daha aydın şəkildə üzə çıxacağı bir dövr olacaq. Həyatın ritmi biraz yavaşlasa da diqqətini və enerjini hisslərinə yönəltmək sənə rahatlıq verəcək. Bu dövr özünü anlamaq və daxili dünyanda nələr baş verdiyini görmək üçün əlverişlidir. İnsanlarla münasibətlərdə səmimiyyət və diqqət önəmli rol oynayacaq. Kiçik sözlər, baxışlar və sadə jestlər böyük mənalar daşıya bilər. Ətrafındakilərlə ünsiyyətdə empatiya göstərmək həm sənə, həm də başqalarına yüngüllük gətirəcək. Həftə boyu təbiət, musiqi və sakit məkanlarla təmasda olmaq daxili sükut tapmağına kömək edəcək. Düşüncələrini yazmaq və ya tək qalmaq sənə perspektiv qazandıracaq və ruhunu rahatladacaq. Bu dövr həm də yaxınlarınla münasibətlərdə kiçik anların, sadə söhbətlərin və diqqətli baxışların böyük təsir göstərə biləcəyi bir zamandır. Qəfil təsadüflər və kiçik dəyişikliklər həftəyə rəng qatacaq. Onları açıq qəbul etmək və axışa inanmaq səni daha yüngül hiss etdirəcək. Hər an olduğu kimi qəbul etmək və baş verənlərin içindəki mesajları görmək sənə əlavə anlayış və rahatlıq gətirəcək. Bu həftənin mesajı, daxili sükutuna qulaq as, hər anın içindəki sakitliyi hiss et və həyatın axışına etibar et. Sadə anlarda tapdığın rahatlıq sənə ən doğru yolu göstərəcək, gözlənilməz hadisələr isə yeni perspektivlər açacaq. Oxatan bürcü 10-16 noyabr 2025 Oxatan bürcünün proqnozu. Bu həftə sənə daxili düşüncələrini və hisslərini anlamağa yönəlmiş bir dövr təqdim edir. Həyatın ritmi biraz yavaşlasa da diqqətini və enerjini hisslərinə yönəltmək sənə rahatlıq verəcək. Özünü dərinliklərdə müşahidə etmək və baş verənləri sadəcə qəbul etmək bu dövrdə faydalı olacaq. İnsanlarla münasibətlərdə səmimiyyət və anlayış ön plana çıxacaq. Kiçik sözlər, baxışlar və sadə jestlər çox şey ifadə edə bilər. Ətrafındakilərlə ünsiyyətdə diqqətli olmaq həm sənə, həm də başqalarına yüngüllük gətirəcək. Həftə boyu təbiət, musiqi və sakit məkanlarla əlaqə qurmaq sənə daxili sükut və rahatlıq verəcək. Düşüncələrini yazmaq və ya yalnız qalmaq yeni perspektivlər açmağa kömək edəcək. Bu dövr həm də gözlənilməz kiçik təsadüflərin ön plana çıxdığı bir zamandır. Onları açıq qəbul etmək və axışa inanmaq sənə əlavə enerji və yüngüllük gətirəcək. Həftə ərzində yaxınlarınla keçirdiyin sadə anlar, səmimi söhbətlər və diqqətli baxışlar xüsusi dəyər qazanacaq. Bu həftənin mesajı, daxili sükutuna qulaq as, hər anın içindəki sakitliyi hiss et və həyatın axışına etibar et. Kiçik və gözlənilməz anlar sənə yeni perspektivlər və anlayışlar gətirəcək.